media və reklam bazar payını artırmaq üçün qorxudan istifadə edir. Buradakı qorxu itirmə qorxusudur. Hər hansı bir məhsul və xidməti itirmə qorxusundan bəhs edilir. Amma bu praktik olaraq necə istifadə olunur? Misal üçün, kimsə sizə öncədən axtardığınız məhsulla bağlı zəng edib deyə bilər ki, sizin axtardığınız məhsuldan əlimizdə var, amma 1 ədəd və yaxud 2 ədəd qalıb. Həmin itirmə qorxusu sizə o məhsulu almağa sövq edir bir növ. Məlumat ala bilərsiniz ki, sizin maraqlandığınız məhsulla bugün 5 nəfər maraqlanıb və yaxud 3 nəfər həmin məhsul alıb. Bu yanaşma məhsula qarşı rəqabət yaratmaqla birlikdə eyni zamanda sizdə yenə də itirmə qorxusu yaradır. Yəni sizin axtardığınız bir məhsulu eyni zamanda 5 adam axtarır. Booking.com ilk dəfə bu tərz bir yanaşma gətirəndə demək olar həmin gün saytları çökmüş vəziyyətdə idi. Nə etmişdilər onlar? Orada bir funksiya verir. Məsələn, sizin bugün baxdığınız otağa, oteldəki otağa 5 nəfər daha baxdı. Bu bayaq öncədən verdiyim misaldakı kimi rəqabət yaratmaqla yanaşı, eyni zamanda həmin məhsulu, həmin xidməti itirmə qorxusu da yaratdığından sizi o məhsulu və xidməti almağa bir növ sövq edir və ya motivasiya edir.